itlər kütləvi şəkildə yəni gəzirlər burada. Uşaqlara hücum eləyir, böyüklər hamısı qorxurlar. Sahibsiz küçə itləri ölkəmizin hər yerində, eləcə də Sumqayıt şəhərində insanların kabusuna çevrilib. Əsasən də orta məktəb həyətlərinin ərazilərində sahibsiz itlərə rast gəlmək olur. Valideynlər bildirirlər ki, vəziyyət çox pisdir və hətta o yerə çatıb ki, öz evladlarını əllərində çomaq və digər alətlərdən istifadə etməklə məktəbə gətirirlər. Sahibsiz küçə itləri sürü halında şagirdlərə, müəllimlərə, hətta ərazidən keçən hər kəsə hücum edirlər. Son dövrlərdə Sumqayıt şəhərində sahibsiz küçə itlərinin sayı sürətlə artması ciddi narahatlıq doğurur. Xüsusilə 27 nömrəli məktəbin qarşısında vəziyyət olduqca acınacaqlıdır. Küçələrdə sürü halında gəzən vəhşi itlər yalnız azyaşlı uşaqlar üçün deyil, həm də övladlarını məktəbə aparan valideynlər üçün də təhlükə yaratmaqdadır. Belə bir vəziyyətin yaranması şəhər sakinləri arasında həyəcan və narahatlıq artırır. Küçə itləri çoxmu olur burada? Nə qədər? Çox. 12-13 dənə olur. Balalayıb töküblər də. Bəli. Ona görə heç kəs mümkün deyil də getmək. Uşaqlara hücum eləyir, böyüklər hamısı qorxurlar. Yəni məktəbin həyətində olması məktəb, yox, doludur buralar. Yəni ona bir əncam eləsələr yaxşı olar. Sürü halında gəzirlər? Hə, sürü halında. Hansı halda təhlükəli olurlar daha çox? Uşaqlar məktəbdən çıxanda hamısı hücum eləyir. Neçə dəfə hücum eləyib, uşaqlar qaçıb hətta məktəbə tərəf. Valideynlər olmasa yəqin ki, işləyərlər. Problem olar. Hə, problem olar. Çoxsaylı şikayətlərə baxmayaraq problemin həlli istiqamətində konkret addımlar atılmaması vəziyyəti daha da çətinləşdirir. İnsanlar hər gün bu küçələrdən keçərək qorxu içindədirlər. Çünki itlərin hücumuna məruz qalma ehtimalı hər zaman var. Elə sözgedən 27 nömrəli məktəbin müəllimləri də vəziyyətin olduqca təhlükəli həddə çatdığını bildirir. İtlər kütləvi şəkildə yəni gəzirlər burada. Uşaqların məşq prosesinə mane olurlar. Hətta 2-3 gün bundan əvvəl də mən məşq etdiyim zaman yəni məktəbin uşaqları deyildi, amma başqa balaca idi, yəni şagird idi. Gəzirdi, oradan kütləvi şəkildə onun üstünə hücuma keçdilər. Biz də elə biraz bizdə orada alətlər var idi. O alətlərlə itləri qovduq. Çox sürü halında kütləvi uşağın ayağına yapışırdılar, az qalmışdı. Biz onları qovduq. Uşaq həqiqətən həyəcan içində idi. Çox belə təşvişə düşmüşdü, gəldi bizi qucaqladı, ağladı ki, biz yəni çox sağ olun ki, yaxşı ki burdaydınız da, yəni yoxsa itlər onu parçalaya bilərdi. Kütləvi şəkildə burada gəzirlər, uşaqlara çox təhlükə yaradırlar burada, çünki məktəbin həyətidir, açıqlıqda hər yer, girən, çıxan uşaqlar çox olur, məktəb vaxtı, dərs vaxtı belə. Biz çox narazıyıq, istəyirik ki, yəni bunun haqqında bir tədbir görülsün, necə deyək, yəni valideynlər məktəbə gəlib gedəndə, yəni uşaqlarını necə qoruyurlar itlərdən? Yəni əllərində çomaq mı gəlirlər, yoxsa necə edirlər? Yəqin ki, indi belə deyək də, kimsə özünü necəsə müdafiə eləyir, hər halda ya qovurmu, belə deyək, hamı belə kütləvi şəkildə gəlir deyə məktəbə. Biraz çəkinirlər, bəlkə də itlər tək halında görəndə kimisə daha çox onun üstünə gedirlər də, yəni uşaqların üstünə gedirlər. Uşaqlar burada gördüyünüz kimi bura açıq sahədir, yəni orada evə elə uşaqlar var ki, valideynsiz gedir. Onlar üçün də daha çox təhlükəlidir. Hansısa valideyn yanında olanda bəlkə uşağını qoruya bilir, amma tək olan uşaqlar üçün daha da çox təhlükəlidir. Olduqca vəziyyət pisdir həqiqətən. Yəni buna bir çarə qılınsa həqiqətən yaxşı olar. Çox sevinərik. Yəni küçə çox olmalı olur həyətdə? Əlbəttə çox olur. Dəhşət dərəcədə çox olur. Yəni məktəb həyəti ərazisində ümumiyyətlə itlərimiz həqiqətən çox sahibsizdir. Çoxdur. Bəli. Yəni valideynlər çətinlik çəkir buna görə? Həqiqətən əziyyət çəkirlər. Valideynlər bir neçəsi də var, həqiqətən şikayət edirlər bizlərə. Yəni biz özümüz də görürük bunları. Həqiqətən vəziyyət çox pisdir. İnşallah ki bir tədbir görərlər inşallah. Ərazidə yaşayan vətəndaşlar bildirirlər ki, sürü halında gəzən sahibsiz küçə itləri məhz bu gördüyünüz boşluq ərazidə toplaşırlar. Məktəbin yan ətrafından gələn daxil olan şagirdlərə, müəllimlərə hücum çəkirlər. Həmin görüntü də məhz bu ərazidə lentlanılıb ki, sahibsiz küçə itləri şagirdlərə hücum edir. Valideynlər öz övladlarının təhlükəsini təmin etmək üçün bəzi tədbirlər görmək məcburiyyətində qalırlar.
Uşaqların məktəbə gedərkən tək qalmamaları mümkün hallarda valideynləri onları müşahidə edərək əllərində dəyənəklə gəzirlər. Hal-hazırda qlobal bir problemdir bizim şəhərimizdə, ümumiyyətlə bu mikrorayonda. Uşaqlar səhər-səhər məktəbə gedirlər, ümumiyyətlə valideynlərimiz hamımız işə gedir, işdən gəlir. Yaşlı sakinlər var burada. Küçə itləri bizim üçün böyük problem doğurur. Qorxur uşaqlar, məktəbə getmək də çətin olur. Və bunun həlli yolunu mən belə fikirləşirəm ki, heç bir küçə itinə ya da küçə heyvanına zərər verməsək daha yaxşı olar. Mən bunu demək istəyirəm. Bu itlər üçün barınaq ola bilər, onları yığa bilərlər hansısa bir saxlama məntəqəsinə və yaxud fərqli bir şəkildə. Yəni yığışdırsalar daha yaxşı olar. Bəli, təbii ki də insanların sağlamlığı üçün, bizim təhlükəsizliyimiz üçün yaxşı olar, amma qətiyyən mən zərər verməyə qarşıyam. Heç bir küçə heyvanına zərər verilməsin əlbəttə ki. Sürü halında çox olur. Uşaqlardır, məktəbə gələnlərdir, valideynlər özü hamısı qorxub eləyirlər. Yəni məcbur oluruq ki, itlərin yanına keçəndə əlimizə bir çomaq alaq, daş alaq. Bu da biraz əslində narahat bir faktdır da. Yəni küçə itlərinə belə olmazsa pis davranmaq falan, yəni bizə belə öyrədiblər. Sürü halında gəzirlər mi? Amma yəni narahat eləyirlər deyə məcbur oluruq da. Sumqayıt şəhər İcra Hakimiyyətindən Dinas Təbiyə bildirildi ki, sakinlərin təhlükəsinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin toplanaraq uyğun sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir. Eyni zamanda sahibsiz itlərin peyvəndlənməsi işləri də aparılır. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlara bu işlərin daha da intensivləşdirilməsi üçün tapşırıqlar verilib. İcazə verir. Xoş geldin. Sen kimdesin Deli? Nasıl tutayım? Sular olsun. Qeyd edək ki, sahibsiz itlərin toplanması, sığınacaqlara yerləşdirilməsi və peyvəndlənməsi işlərində könüllülərin də fəal iştirakı da təmin edilib. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.